Ağqoyunlu əsgərləri hər yerdə balaca Şah İsmayılı gəzdiyi bir vaxtda casuslar Təbriz sarayına mühüm bir xəbər gətirmişdilər. İsmayıl Lahicandadır. Ağqoyunlu hökmdarı Qasım bəy rəhbərliyində bir qrup əsgərləri Lahicana göndərdi. Əsgərlər balaca bir müqavimətlə qarşılaşdığı zaman isə Lahicana hücum əmri verilmişdi. Amma ilahi təqdiri ilə balaca İsmayılı qoruyan Lahican hakiminin yuxusunda həll yolu aşkar olmuşdu. Yuxusunda Əmir əl-Möminin İmam Əli ona bu çətin məsələdən çıxış yolunu öyrətmişdi. Yuxudan oyanan hakim tez hazırlıq görür. Ağaca kəndirlərlə möhkəmləndirilmiş bir zənbil yerləşdirir. Səhər Ağqoyunlu əsgərlərinin gəldiyini xəbərini alan hakim tez balaca İsmayılı zənbilə yerləşdirir və burada qalmasını tənbihləyir. Qasım bəy əsgərləri ilə Lahican sarayına daxil olur və Təbriz sarayının əmrini Lahican hakiminə çatdırır. Lahican hakimi əmin addımlarla taxtından qalxır və Qurani Kərim istəyir. O bildirir ki, əsgərlər istənilən yeri axtara bilər. Şeyx Heydərin övladı Lahican torpağında deyildir. Lahican hakiminin İmam Əli əleyhissalamdan aldığı ağıllı tədbir ilə Şah İsmayıl ölüm təhlükəsindən xilas oldu. Bir neçə ay sonra isə Rüstəm Mirzə daxili ixtişaşların çıxması ilə öldürüləcək və dövlətinin günəşi sönəcəkdir.